Son vaxtlar Ramana kəndi gözəlləşir, yenilənir, amma bu gözəlliyə, bu yeniliyə xələl gətirənlər var. Bəli, kəndin mərkəzində vətəndaşlar tərəfindən belə zibillik yaradılıb. Vətəndaşlar bütün bu tullantılarını, quru ağacları gətirib kəndin mərkəzində bu əraziyə atırlar. Neçə vaxtı bu belədir. Bizim evimiz, həyatımız təhlükə altındadır. Burada yandırmaq istəyiblər. Bir cığılcım olsa bu qaz turbaları yanacaq. Bizim evlərimiz, adımız, həyatımız təhlükə altındadır. Dəfələrlə elə olur ki, uşaqlar da oynayırlar, yandırırlar, eləyirlər. Bura baxan yoxdur. Buranın zibilindən məşğul olan yoxdur. Yəni burada bu qaz turbalı yansa kəndin yarısı yanacaq. Buradan da qaz turbaları keçir. Bura bir dənə kamera qoyulsa, bir dənə afiş qoyulsa ki, bura zibil atan bir cərmələnsə, bir cəmaət bunun qarşısı alınır. Xahiş edirik bu işə baxsınlar yəni. Bir ilə yaxındır bu vəziyyətdir yəni. Gəlirlər boşaldırlar, boçkaları. Bu zibil qardı. Bunu da kim gətirir? Elə özləri gətirir. Kənd cəmaəti indi eləyir. Kim baxır bu işlərə? Özləri kəsirlər. Belə ağaclardır. Kəsirlər, götürüb tullayırlar ora. Onu da götürüb aparmırlar. Amma orada tək ağaclar deyil, orada tullantılar da var. Tullantı da var. İndi onu da qonşu gətirər. Kim olar ki? Elə özümüzük. Özünüzü deyirsiniz, bəs o həmin adamlara demirsiniz ki, kəndin mərkəzində belə bir şey olmaz. Görən olanda deyirlər də, görən olmayanda da elə gətirib atırlar. İndi ağacdır, budaqdır, bunu kəsirlər, eləyirlər. Onu bir maşın gəlməlidir, götürüb aparmalıdır, təmizlənməlidir. Eləmirlər. O da eləmir, yəni bizimkilər də eləmir. Elə gətirib atacaqlar. Yəni bura təmizlənir yenə, təmizlənir yenə. Bizim Mənzil Kommunal Təsərrüfat Birliyinin Ramana qəsəbəsində ağac daşımaq imkanı yoxdur. Çünki onu biz ancaq məişət tullantıları daşıyır. Mənzil Kommunal Təsərrüfat Birliyi. İndi orada sakinlər ağac kesib töküblər bağlarından. İndi kimdənsə xahiş eləyək bu yaxın müddətdə onu oradan götürərik. Orada həm də tullantılar var, o da sakinlərdir. Tullantılar sakinlər tökür, bəli. Görüblər ağacı var, üstündə tullantı tökürlər, zibil yeşikləri var. Sakinlər ora tökürlər ağacların üstünə atıb çıxıb gedirlər. Olduğu budur. Yəni ki, problem həll olunacaq tezliklə. Bəli, inşallah problem həll olunur.